Koreyada xarici tələbənin universitet günlüyü. Gün 1. Gəlin bugün mənimlə Yonsei Universitetində keçirdiyim bir günə baxaq. Mən universitetin əsas kampusu olan Şinçonda yerləşən yataqxanada qaldığıma görə dərs saatından 10 dəqiqə əvvəl yuxudan qalxıb hazırlaşıram. Bu təbii ki, zarafatdır. 15 dəqiqə əvvəl qalxıram, çünki yataqxanadan dərsim olan binaya cəmi 10 dəqiqə çəkir. Hazırda mən magistr tələbəsi olduğuma görə dərslərim həftədə 2-3 dəfə olur. Dərslərimi və professorlarımı çox sevirəm. Onlar çox şirin balaca və minnoşdurlar. Və budur, matçamı alıb dərsə gəlmişəm. Kimsə yenə orada nəsə danışır, qulaq asmıram. Yonsei Universitetinin kampusu həqiqətən də çox gözəldir. İlin 4 fəsli təbiətin bütün gözəlliklərini burada görə bilərsiniz. Ona görə də kampusda vaxt keçirtməyi çox sevirəm. Və budur, mənim günüm beləcə bitdi. Sizə xoş günlər. Mən isə qaçdım. Bye bye.